Salam, həyatın mənası barədə heç düşünübsüz? Yəqin ki, çox düşünübsüz. Bugün biz bu nəhəng suala tamam fərqli bir pəncərədən baxacağıq. Gəlin, indiki zamanda yaşamaq üçün yeni bir bələdçi kəşf edək. Niyə biz buradayıq? Bu sual var ha, bəlkə də hamımızın, xüsusilə də həyat yolumuzun astanasında özümüzə verdiyimiz ən dərin, ən fundamental suallardan biridir. Bizi bəzən gecələr oyaq saxlayan o böyük sual. Bəs birdən problem heç sualın cavabında deyil, elə sualın özündədirsə. Baxın, mənbəmiz deyir ki, biz əslində yanlış sualı veririk. Bu sitat da bunu çox aydın göstərir. Bizim məna axtarışımız doğumumuzdan sonra başlayır, əvvəl deyil. Bu fikir, düzü, bəzilərinə biraz narahat edici gələ bilər. Yəni, bizim varlığımız hansısa böyük bir kosmik planın yox, sadəcə təsadüflərin nəticəsidir. Bu o deməkdir ki, yerinə yetirməli olduğumuz, əvvəlcədən yazılmış bir missiyamız yoxdur. Bəs bu nədir? Azadlıqdır, yoxsa boşluq? Cavabı olmayan bir niyə sualının arxasınca israrla düşmək çox vaxt bizi bir boşluq hissi ilə üz-üzə qoyur. Elə bil ki, əlində xəritə olmadan nəhəng bir səhrada yolu tapmağa çalışırsan. Bu axtarış hissi insanı sadəcə yorur. Yaxşı, bəs çıxış yolu nədir? Əsas məqam problemi tamamilə kökündən yenidən formalaşdırmaqdır. O niyə sualının yaratdığı labirintdən çıxıb, necəyə doğru azadlaşdırıcı bir addım atmaq lazımdır. Bax, əsl inqilab budur. Niyə yaşayırıq sualının o ağır yükünü çiyinlərimizdən atıb, necə daha yaxşı yaşaya bilərik sualının gücünü kəşf etmək. Bu, passiv axtarışdan aktiv yaradıcılığa keçid deməkdir. Yəni artıq sükanı öz əlimizə alırıq. Təsəvvür edin ki, illərdir bağlı olan bir qəfəsin qapısı birdən açılır. Həqiqi azadlıq da məhz budur. Artıq heç bir xarici məqsədin, heç kimin gözləntisinin məhbusu deyilsiniz. Hər an, hər bir seçim bizə öz yolumuzu, öz şəxsi mənamızı yaratmaq üçün tam bir azadlıq verir. Yaxşı, bütün bu fəlsəfə gözəl səslənir. Bəs real həyatda necə işləyir? Gəlin bu yeni reallığın qaydalarını anlayaq. Başlanğıc nöqtəmiz isə həyatın iki fundamental təcrübəsidir. Əzab və həzz. Burada samsar anlayışına, bilirsiniz, çox maraqlı yeni bir nəfəs verilir. Bu, reinkarnasiya, yəni ölümdən sonraki bir dövr deyil. Bu, elə indi, bu həyatda yaşadığımız əzab və həzzin daimi təkrarlanmasıdır. Yəni, bu dövrü qırmaq üçün başqa bir həyatı gözləməyə heç bir ehtiyac yoxdur. Mənbəmizin təqdim etdiyi bir perspektivə görə, həyatımızın, deyək ki, 70%-i əzabdan ibarətdir. İndi bu rəqəmlər sizi qorxutmasın. Bu əslində pessimist bir baxış deyil. Tam tərsinə, həzzin və sevincin bu qədər nadir olması onu daha qiymətli, daha mənalı edir. Hər bir sevinç anı sanki zülmət bir gecədə parlayan bir ulduz kimidir. Bu isə həzzin o aldadıcı təbiətini mükəmməl şəkildə təsvir edir. Bilirsiniz, həzz əlinizlə tutmağa çalışdığınız bir kəpənək kimidir. Bir dəfə əldə etdinizsə, o artıq həzz deyil. Və bu, bizi dayanmadan daha güclü həzlər axtarmağa məcbur edir. Bu, sonu olmayan bir qaçışdır və çox vaxt bizi daha dərin əzablara aparır. Bütün bu fikirlər bizi daha da güclü bir nəticəyə gətirib çıxarır. Cənnət və cəhənnəm gələcəkdə gedəcəyimiz hansısa məkanlar deyil, elə indicə yaratdığımız reallıqlardır. Yəni, başa düşürsüz də, cənnət və cəhənnəm ölümdən sonra gedəcəyimiz yerlər yox, indi mövcud olduğumuz vəziyyətlərdir. Başqalarına qarşı davranışlarımızla, gündəlik seçimlərimizlə biz hər gün ya öz cəhənnəmimizi dərinləşdiririk, ya da öz cənnətimizin təməlini atırıq. Epikurun bu qədim müdrikliyi ölüm qorxusunun məntiqi olaraq darmadağın edir. Məntiq çox sadədir, elə deyilmi? Biz yaşayanda ölüm yoxdur, ölüm gələndə isə artıq biz yoxuq. Deməli, qorxmağa əslində heç bir səbəb yoxdur. Əsas məsələ sahib olduğumuz yeganə şeyə, indiki həyatımıza fokuslanmaqdır. Yaxşı, bütün bu fəlsəfəni, bu böyük ideyaları anladıq, indi isə gələk əsas məsələyə. Praktikada nə etməliyik? Gəlin, indiki zamanda yaxşı yaşamaq üçün konkret, əməli bir plana nəzər salaq. Mənbəmiz bizə mənalı bir həyat üçün 4 möhkəm sütun təklif edir. Birincisi, müstəqil olun. Öz ayaqlarınız üzərində durmağı bacarın. İkincisi, sıxıntıdan qaçın. Özünüzü başqaları ilə müqayisə etməyin, dünənki özünüzdən daha yaxşı olmağa çalışın. Üçüncüsü, daim öyrənin. Özünüzü inkişaf etdirməkdən heç vaxt yorulmayın. Və nəhayət, dördüncüsü, indidə qalın. Nə keçmişin peşmanlığına ilişib qalın, nə də gələcəyin qeyri-müəyyən qorxusuna təslim olun.
Bütün bunların mərkəzində isə təbii ki, başqaları ilə münasibətimiz dayanır. Hamımız o məşhur qızıl qaydanı eşitmişik, elə deyilmi? Amma bir saniyə dayanın. Mənbəmiz bu qaydaya çox kiçik, amma inanılmaz dərəcədə vacib bir düzəliş edir. Fərqi görürsünüz? Bu çox incə, amma həlledici bir fərqdir. Niyə? Çünki qaydanın bu mənfi forması bizim özümüz üçün yaxşı hesab etdiyimiz bir şeyi zorla başqalarına tətbiq etməyimizin qarşısını alır. Axı mənim üçün yaxşı olan bir şey sizin üçün heç də yaxşı olmaya bilər. Bu, hər kəsin fərdi sərhədlərinə dərin bir hörmət göstərmək deməkdir. Və sonda, hər şey gəlib bu çox sadə, amma dərin həqiqətə dayanır. Sahib olduğumuz yeganə real şey bu andır. Keçmiş artıq getdi, gələcək isə hələ mövcud deyil. Əsl sülhü və dincliyi ancaq və ancaq indiki zamanda tapmaq mümkündür. Beləliklə, bütün bu izahdan sonra cavablanmalı olan yeganə bir sual qalır və bu sual sizədir. Hər birinizə ünvanlanıb. Əgər bu həyat sizin tanıdığınız və tanıyacağınız yeganə cənnətdirsə, onu bugün necə yaşayacaqsınız?